Dövlət İmtahan Mərkəzindən Xanlar müəllimdən çox qısa rəy istərdik, xeyir-dua istərdik də. Düzdür, biz imtahanları müzakirə eləməyəcəyik, amma istərdik qiymətini versin. Çox sağ olun Şahin müəllim. Mən bütün tədbir iştirakçılarını salamlayıram, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzi təkcə imtahanlar əlbəttə keçirmir. Təhsil sisteminin bütün elementləri bizi maraqlandırır. Valideynlər olsun, şagirdlər olsun, müəllimlər olsun. Ona görə də Valideyn Müəllimlər Assosiasiyasının işi bizim üçün əhəmiyyətlidir. Bax, uzun illərdir biz əməkdaşlıq edirik, xüsusilə rayonlarda görüşlər keçirirsiniz. O görüşlərə biz də öz nümayəndələrimizi göndəririk. İstər bu abituriyentlərin imtahana hazırlığı olsun, onların maarifləndirilməsi olsun, psixoloji dəstək məsələləri olsun, valideynlərin maarifləndirilməsi olsun. Bax, biz də bu sahələrdə sizə daim dəstək olmaya, kömək göstərməyə hazırıq. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımız ən yüksək səviyyədə davam edəcək. Bir daha mən təbrik edirəm. Mən bilirəm ki, bizim ilk müraciətimizlə Mələkə xanım həmən bizi qəbul elədi və valideyn məsələsinə həssas yanaşdığını göstərdi. Çox sağ olun. Çox sağ olun.